Mən həqiqətən də anam üçün ölümə getməyə hazıram. Deyirdilər ki, Zümrüd buradan yıxılıb, mamam buradan yıxılıb gəlmişəm. Buradan ölü iyi gəlir. Yanvar ayının 13-dən 3 gün düşədi. Zümrüd Bəkirovanın qızı Ana Bəkirova özü bizə məlumat versin. Böyle, yanvarın 13'ündə mamam itkin düşüb. Hələ ki buralar axtarılmıyor. Mən anamın nə ölüsü, nə dirisi batmaq istəmirəm. Mən gəldim bu kanalın için yadım. Hamısını özüm sürünə baxdım ki, bəlkə bir corabını tapam. Bir əlində yaylıqlar var idi, bəlkə onu tapam. O başqa, dorbadan itələyər, nəsə ola bilər. Amma mən bilirəm ki, mənim mamam başına öz başına gəlmir. Bu işdə əl var. 3 nəfər faxtı şübhələndiyim var. Mən bilirəm ki, mənim mamam buradan yıxılmayıb. Buralar axtarılsın. Mallı işıqlı ciddi axtarılsın. Mən anam... Bilmirəm, amma buralardan cəsəd iyi gəlir. Xahiş edirəm, dövlətim, bu işə göz yummayın. Yalvarıram.